olun. Hoş gördük hər birinizi sizin doğma Lənkəranda. Bugün mən sizin Lənkəranın qonağıyam. Və bugün bizim bura gəlməyimizin əsas səbəblərindən biri Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Azərbaycanlıları Vətənpərvərlər İctimai Birliyinin layihəsi olan İqlim Səfirləri Gənclərin COP29 Missiyası adlı layihənin təqdimatındayıq, layihənin tədbirindəyik. Layihəmiz, tədbirimiz nədən ibarətdir? Biz nədən danışacaq? Ümumiyyətlə, hər birimiz bilirik ki, ölkəmizdə mötəbər bir tədbir COP29 keçirildi. Və bu COP29 ölkəmizdə keçirilməsində ölkəmiz demək olar ki, bütün dünyada tanındı. Yəni, demək olar söz heç buna uyğun gəlmir. Yəni, bütün dünyada ölkəmizdən danışıldı, ölkəmiz tanındı. Və COP29-un mən də iştirakçısı kimi həm mavi zonada, həm yaşıl zonada iştirak etmiş bir şəxs olaraq deyim ki, ölkəmizə çoxlu saylı xarici qonaqlar gəlmişdir. Bundan əlavə olaraq da ki, xarici qonaqlarla da paralel olaraq, həmçinin xaricdə yaşayan tələbələr, yəni könüllülər də ölkəmizdə könüllü fəaliyyətində iştirak edirdi. Mən tədbirdə yalnız özüm danışmaqla yox, sual-cavabla etmək istəyəcəm ki, yəni mənə maraqlıdır ki, sizin düşüncələriniz, sizin fikirləriniz, COP29-un ölkəmizə verdiyi töhfələr, COP29-un ölkəmizdə keçirilməsində ölkəmizdə nələr baş verdi, nələr oldu, COP29 nə deməkdir ümumiyyətlə, COP29 adının açıqlamasın, bunların hamısını sizlərdən gözləyəcəm, cavabları. Maraqlıdır mənə sizin fikirləriniz, sizin yaddaşınızda necə qalıb. COP29. Ümumiyyətlə, iqlim dəyişiklikləri deyəndə, ekologiya deyəndə biz nələri nəzərdə tuturuq? Nəyə görə biz ekologiyamızı qorumalıyıq? Biz bunları deməkdə məqsəd nədir, nədən ibarətdir? Bunlar söz müxatirələ danışılır. Yoxsa həqiqətən bunlar qorunmasa, bunlar müdafiə olunmasa, biz gələcəkdə nələrlə üzləşəcəyik, nə problemlərimiz olacaq? Bunların hamısını sual-cavabla sizə etmək istəyirəm və mənə xoşdur ki, mən artıq Lənkəran Tibb Kollecində 3-cü səfərdir buradayam və hər dəfə də yeni tələbələrimizi görürük, hər dəfə yeni simalar görürük. Bu həqiqətən çox yaxşıdır və sizlərin hər birinizə də uğurlar arzulayıram. Tibb elə bir sahədir ki, bu bizə hər zaman vacibdir. Necə ekologiya bizə lazımdırsa, tibb də onunla paralel olaraq bizə lazımdır. Və mən öz COP29-da iştirakımdan öz gördüyüm hallardan biraz qısaca sizə məlumat olaraq bildirmək istərdim ki, COP29 mənim yaddaşımda necə qaldı? Ümumiyyətlə, mən COP29-da iştirak etməmişdən əvvəl və iştirakdan sonra nə fərqindəlikdə oldum, nə düşündüm? Mən düşüncəmə görə, mənim fikrimə görə COP29 ölkəmizin dünyada tanınmasına daha yaxşı nəticələr verdi. Artıq bizim ölkəmiz, Azərbaycanımız 44 günlük vətən müharibəsində də bütün dünyada tanınırdı. Bütün ölkələr Azərbaycanı tanıyırdı. Və COP29 vasitəsilə də özləri gəldilər, iştirak etdilər, vətənimizin dilbər güşələrini gördülər, vətənimizin gözəlliklərini gördülər. Yəni, danışdığımız kimi həm də onlara nümayiş etdirə bildik. COP29-da 2 zona var idi, həm mavi zona var idi, həm yaşıl zona var idi, blue zona deyirdilər, green zona deyirdilər. Bu mavi zonadan yalnız rəsmi tədbirlər olurdu. Cənab Prezidentimiz də öz ailəsi ilə də ilk açılış mərasimində mavi zonada olmuşdu. Bunlar hamısı mavi zonadaydı. Yaşıl zona isə, green zonada isə sərgilər təşkil olunurdu. Orada bütün elə bil qurumlar öz sərgilərini nümayiş elətdirirdilər, hədiyyələr verilirdi. Həmçinin də həmin o sərgidə Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin də Milli QHT Forumu ilə birgə paneli var idi, yeri var idi. Orada da hər günlər tədbirlər keçirilirdi, hər gün panellər olurdu. Yəni, əsas iclaslar və yan iclaslar da keçirilirdi. Mən indi bunların açıqlamalarını verməyəcəm, çünki mən açıqlamaları COP29 ilə bağlı sizlərdən istəyirik ki, biz həmin şəxsləri sertifikatla təmin edə bilək. İlk öncə zala sualım budur. Ümumiyyətlə, COP29 nə deməkdir? COP29 nədir? Niyə bizim ölkəmizdə keçirildi? Kim bu haqda danışa bilər bizə? Buyurun. Birinci ad soyadınızı alaq. Əlizadə Ayşə. Əlizadə Ayşə. Kim qızı? Məzayir. Səbirli olun. Bir dəqiqə səbirli olun. Bir dənə gözlə kamera keçsin. Çək.
Aha. Onu dedim. Danışın. Hazırsınız? Buyurun. Bəli, danışın. COP29 Conference of the Parties tərəflər konfransıdır. BMT-nin Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişiklikləri üzrə çərçivə konfransıdır. Yəni sadə dil 29-uncusu keçirilir və sadə dillə desək, dünya ölkələrinin nümayəndələrinin iqlim dəyişiklikləri üzrə yəni iqlim dəyişiklikləri ilə əlaqədar mübarizə metodlarının müzakirəsidir. Yəni bu da beynəlxalq bir konfransdır. Bəs COP29-un ölkəmiz üçün faydaları desək? Əslində çox faydası var. Yəni həm turizm cəhətdən, iqtisadiyyat cəhətdən, ən əsası yəni beynəlxalq nüfus cəhətdən çox faydası var. Belə ki, beynəlxalq aləmdə tanınır, nüfuzda tanınır. Yəni Azərbaycanda ilk dəfədir ki, bu boyda tədbir keçirilirdi. Düzdür, biz 44 günlük müharibədə layiqincə tanıtmışıq, amma dünyanın yəni mərkəzi hesab olunurdu ki, burada gəldilər, Azərbaycanı daha yaxından gördülər. Çox sağ olun. Sizə Allah mənə zəhmət olmazsa. Sənə qalma. Tələsməyin, bir dəqiqə səbirləyin. Aha. Daha sonra kim COP29-la bağlı öz fikirlərini demək istəyir? Tamam, alacaqsın. Buyurun, ad, soyad. Rüstəmova Nərmin Əliqızı. Bir dənə gözlə. Şu kartını koyayım buradan. Xahiş edirəm, olar, sakit olaq, çox xahiş. Aha. Buyurun. Deməli, COP29 BMT-nin təşkil etdiyi iqlim dəyişikliyi ilə bağlı konfransdır. Azərbaycanda 11-23 noyabr ərəfəsi 2024-cü ildə baş verdi, yəni gəldi bura. Deməli, Azərbaycan üçün ən böyük, nə üçün belə deyək də həyata keçirildi? Müxtəlif ölkələrdən gələn nümayəndələr iqlim dəyişikliğinin qarşısını almaq üçün bu problema əsas səbəb nə idi? Nə üçün Azərbaycanda? Azərbaycan üçün daha deyək xeyirləri nə idi? Belə deyək də, ümumiyyətlə bura qoyulan səbəblər yer kürəsinin 1,5 dərəcə temperaturunu, deməli artması idi. İqlim dəyişkənliyinin necə deyim, belə deyək də, fəsadlarının, quraqlıq olsun, istilik olsun, bunların qarşısını almaq üçün problemlər qoydular. Azərbaycanda isə belə deyək də, əhəmiyyəti nə idi? Belə danışaq da. Başda ölkəmizi bir çox necə deyək, nümayəndələr arasında ölkə arasında tanıtdı. Həm də ki, belə deyək də, yaşıl enerji zonaları, məsələn, Qarabağda və Naxçıvanda bura adı çəkildi də bu rayonlarımızın. Həm də ki, tənqidlər var idi də. Tənqidlər nə idi burada? Azərbaycan neft-qaz ölkəsi olmağı daha çox burada tənqid olundu. Niyə bəsbində oldu? Sonra ayrılan maliyyə, necə deyim, maliyyə şeylər var idi də, belə deyək də. Okay, sizə önə alaq zəhmət olmazsa. Buna əlavə olaraq bildirəm ki, ümumiyyətlə dünyada bizim ölkəmizi müharibəni sevən ölkə kimi tanıdırdılar. Yəni biz ancaq istəyirik ki, müharibə olsun, sülh olmasın. Bizi dünyada elə göstərmək istəyirdilər, amma biz dünyaya sübut etdik ki, biz müharibə sevən ölkə deyilik, biz sülh sevən ölkəyik. Sadəcə biz məcbur olub öz torpaqlarımızı işğaldan azad etməkdən ötürü biz müharibəyə getdik. Amma bizim ölkəmizin necə insansevər olduğu, necə humanist olduğu, necə vətənpərvər olduğu, necə qonaqpərvər olduğumuzu biz COP29 vasitəsilə ölkəmizə gələn və dünyada bunu sübut etdik ki, yəni 44 günlük müharibə olduğu üçün biz necə vətənpərvər insanlar ki, 4 gün ərzində biz bu şeyi həll edirik. Buyurun, önə alaksınız. Kaldırmışdı. Gender bərabərliyini də qoruyaq. Zəhmət olsa ad, soyad, ata adı. Ərizədə xəyal arzuman olur.
Ümumiyyətlə kim qalxırsa ad soyad atadın desin də özünü təqdim etsin. Əlizadə Xəyal Arzumanov. COP29 Xahiş edirəm dostumuzun sakitcə ilə dinləyək. BMT-nin təşkil etdiyi iqlim qlobal problemlər haqqında danışılmaq üçün bir iclasdır. Burada 198 ölkə çıxış edir, qatılıb bu konferansa. Muxtar Bağırov prezidentlik edib. Bu artıq COP28-də prezident seçilib Azərbaycanda. Azərbaycan COP29-un ev sahibliyi edir bu ölkəyə. Sonra bu problemlərin başlıqları olaraq iqtisadiləşdirmə haqqında danışılıb. Yəni inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı etməlidirlər. Hədəf qoyulub ki, 2035-ə qədər 3 milyard dollar qoyulmalıdır. Hədəf belə qoyulub. Sonra sıfır karbon emissiyası başladılıb. Yəni fosil yanacaqların təbii enerjilərlə dəyişdirilməsi, yəni günəş enerjisi ilə dəyişdirilməsi. Bununla bağlı gənclər və könüllülər barədə də məlumat verilir. Könüllülər dedikdə mavi zona və yaşıl zonaya ayrılır. Mavi zona dövlət işçiləri tərəfindən iclaslar olur. Mavi zona isə qeyri-hökumət tərəfdaşları barədədir, könüllülər, yəni tələbələr olsun, gənclər olsun, bura daxil edilir. Ümummilli lider Heydər İlham Əliyevin çıxışında bildirir ki, Azərbaycan neft və qaz sənayesində inkişaf edib. Bununla bağlı da bir çox ölkədən daha qabaqdadır. Amma bu iclasdan sonra da təbii mənbələrə keçid edilir. Yəni külək enerjisi və günəş enerjisindən istifadə edilir. Paytaxtımız Bakıda, yəni küləklər şəhəri adlandırılan Bakıda da istifadə ediləcək. Çox sağ ol, təşəkkürlər. Çox yaxşı danışdın. Azərbaycanda keçirilən COP29-da da pul yığıldı və bu pul da dünya ölkələrindən o həqiqətən aşağı səviyyədə maliyyə xərc olanlara sərf olunacaq və hədəf də sizin dediyiniz kimi 300 milyard dollardır. Hədəf 300 milyardın yığılmasıdır və bu hədəfdə hansı ölkədə yığılsa, ondan sonra isə COP-un missiyasını fərqləndirəcəklər. Artıq başqa missiyalara uyğun tədbirlər keçirəcəklər. Buyurun. İnkişafda olan ölkələr, inkişafda olmayan ölkələrə yardım etmiş olur. İnkişaf etmiş ölkələr bu maliyyələri yapırlar. Onlar da özlərini təmin edə bilirlər. İqtisadiyyatı hesabına. Çox sağ olun. Buyurun, ad soyadınız. Abdullayeva Rüqayyə Güləş. Deməli, COP 2024-cü noyabrında 11-dən 22-də Bakıda Bakı Olimpiya stadionunda keçirilib. Deməli, bunun Xahiş edirəm, bir-birimizi dinləyək də, çox xahiş. Bunun ilk prezidenti Muxtar Babayev 2024-cü ilin yanvarında olmuşdur. Bunun haqqında qərar isə deməli COP28-in keçirildiyi planet iclasında verildi. COP28-də Dubayda keçirilmişdi. Keçirildiyi planet iclasında verilib. Daha sonra burada Paris sazişi imzalandı. Xahiş edirəm. 2015-ci ilin dekabrında. Bu sazişə görə də 171 ölkənin hökumət tərəfindən burada dövlət və mühəs rəhbərləri xarici mühit və ətraf mühit amilləri imzalayıb. Daha sonra 2016-cı il aprelində isə burada Birləşmiş Millətlər Təşkilatı tərəfindən mənzil qərargahında Azərbaycan Respublikası tərəfindən deməli imzalanıb da, deməli
İkinci paylaşışı isə 1997-ci ilin dekabrın 11-də imzalanır. Sonra Kyoto protokolu da 1997-ci dekabrın 11-də deməli qəbul olunub. 2005-ci ilin fevralın 26-sında isə qüvvəyə minib. Bir dənə özür istəyirəm. Ad, soyad atadın. Nəzrin Tağıyeva, Namik. Axır ki da Namik qızı. Tamam. Biraz da hündürdən danışaq. Xahiş edirəm də sakitliyə riayət edək. BMT-nin ilkin dərslikləri üzrə bildiyiniz kimi tərəflər konferansının COP29 COP qədimə dayanır. 1990-cı ildə konferans keçirilmişdi və belə qərar alınmışdır ki, gedən qlobal istiləşmənin qarşısının alınması, qlobal problemlər, ekologiya ilə bağlı problemlərin qarşısını almaq üçün konferans keçirildi və belə qərar alındı ki, ilk COP1 Almaniyada Berlində oldu 1995-ci ildə, COP29 isə COP28-ci ildə dekabrın 11-də Muxtar Babayev sərlər nəticəsində COP28-də 11 dekabr göstərdiyi sərlər nəticəsində Ərəb Əmirlikləri Birləşmələri tərəfindən belə qərar alındı ki, təşəkkür olaraq COP29 Azərbaycanda keçirilsin və bu bizə bir çox xeyirləri oldu. Xeyirləri nələr idi? Turizm cəhətdən, ölkəmizə bir çox yerlərdən inkişaf etməkdə olan ölkələrdə gələn vətəndaşlar, ölkəmizin ekologiyası ilə maraqlanması və Qarabağda olan bildiyimiz kimi azad olan torpaqlarda yeni şəraitlərin qurulması, bununla bağlı həddindən artıq dəstək oldu bizə. Müəyyən məbləğlər yığıldı, müəyyən şəkildə işlər, yeni iş yerləri açıldı. Daha sonra yaşıl enerjinin istifadəsinə üstünlük verildi. İstixana proseslərinin azaldılmasına cəhd olundu. Fabrik və zavod üslərini azaldıldı. COP29 11 noyabrdan 23 noyabra qədər davam etmişdir. 13 gün müddət olmuşdur və bu müddətdə həddindən artıq ekoloji problemlər həll olunması haqqında qlobal problemlər danışılırdı. Məsələn, fabrik və zavod üslərinin qarşısını almaq üçün ilk öncə həmin üslərin təmizlənməsi, havaya buraxılması, dənizlərə kirli tullantıların buraxılmaması və s. bunlar haqqında ümumən Çox sağ olun, çox dolaq fikirlər verdiniz. Xanımımız var, onu bilirəm. Bəs arxada bəylərdən kimsə danışmaq istəyir? Xanım dedim, siz də gördüm. Bəs bəylərdən, oğlanlarınızdan? Onda buradan xanım, sonra iki xanımı soruşacaq. Buyurun. Ad, soyad. Qubazadə Səbinə Cəsarət qızı. Qubazadə Səbinə Cəsarət qızı. Xahiş edirəm sakit. COP29 Conference of the Parties, deməli adından da bilindiyi kimi 29-cu Birləşmiş Millətlər Təşkilatının 29-cu sessiyasıdır ki, bizim Azərbaycanda keçirilmişdir. 2024-cü il 11-22 noyabr tarixlərində keçirilmişdir. Burada 198 səfirlikdən nümayəndələr iştirak etmişdir. Əsas məqsəd inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin göstərilməsidir. Bundan başqa qlobal istiləşməni 1,5 dərəcə Selsiyə qədər azaltmaq, bundan başqa yaşıl keçidin, yaşıl iqtisadiyyatının bərpası, əlaqələrin möhkəmləndirilməsi, sonra bərpa olunan enerji, günəş, külək enerjisi və s. Yenə dediyimiz kimi burada Azərbaycanın nüfusunun artırılması, təbii ki, 44 günlük müharibədə bu ülkənin özünü göstərmişdir, amma beynəlxalq səviyyədə də Azərbaycanın nüfusu artırılmışdır. Bundan başqa Cənubi Qafqazda iqlim diplomatiyasında Azərbaycanın adı yüksək səviyyələrdə göstərilmişdir. Çox sağ olun.
Gel səbirli ol. Bir də kim? Rufulla. Cəfərli Şükranə. Cəfərli Şükranə Rufulla qızı. Şükranə də. Bu ümumiyyətlə 1900 ildən ibarətdir. Burada əsasən ölkələr üzərində, yəni burada var, inkişaf etmiş və inkişaf etmiş olan ölkələr, inkişaf edilmiş ölkələrə yardım dəstəyi üçün çalışır. Əsasən bu 2062 ildə qədər bir müddətdə 300 ABŞ dollarına qədər məbləğ sağlanır ki, o ölkələrə yardım olunsun. Bundan başqa Sokrat keçmiş əməkdaşı 2024-cü ildə Azərbaycanın prezidenti seçilmişdi. Timur Babayev idi. O 2029-da prezident seçilərkən Azərbaycanın iqtisadi məqsədi çox yaxşı idi və Azərbaycan inkişafına çox yardımcı oldu. Bundan başqa digər ölkələrdən gələn vətəndaşlar və onların prezidentləri həm ölkəmizi tanıyırlar, həm ölkəmizin adət-ənənələri, mətbəxi ilə tanış oldular. Ölkəmizin hədifini inkişaf etmiş mədəniyyəti ilə tanış oldular və dərindən tanıdılar. Çox sağ ol. Ünal qızı. Tamam. Cabbarova Zeynəb İlham qızı. Buyurun. Bu ümumiyyətlə Birləşmiş Millətlər Təşkilatının, yəni BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasıdır ki, COP1 ilk dəfə Almaniyanın Berlin şəhərində həyata keçirilmişdir 1995-ci ildə. COP29 nəyə görə 29 adlanır? Bunun əsas səbəbi 29-cu konferansın Azərbaycanda keçirilməsinə əsaslənir. Azərbaycanda keçirildiyi üçün belə adlandırılırdı. Azərbaycan ümumiyyətlə bu tədbirdə ev sahibliyi rolunu həyata keçirirdi. 198 ölkə burada iştirak edirdi ki, 198 ölkə heyəti, nümayəndələr burada iştirak edirdi. Əsasən 11 noyabr tarixində başlanıldı ki, 11-20 noyabr bu intervalı əhatə edirdi ki, Bakı Olimpiya stadionunda həyata keçirildi. Eyni zamanda bura Muxtar Babayev başçılıq edirdi. COP28-də güclü aktivliyinə görə, aktiv nümayəndə kimi iştirak etdiyinə görə İlham Əliyev tərəfindən burada başçı heyət kimi iştirak etməsi, yəni onun əsasında təşkil edildi. COP-un ümumiyyətlə 29-un əsas məqsədi burada ekoloji problemləri və iqtisadi problemləri həll etmək idi. Yəni burada belə deyək, ümumi iqlim problemlərini həll etmək, ümumi qlobal əməkdaşlığı gücləndirmək deməksə, yəni inkişaf etməkdə olan ölkələrin inkişafdan qalan daha zəif ölkələrə yardım məqsədi ilə burada da ümumi məbləğ 300 milyard idi ki, yəni bunların əsasında bir çox planlar, məsələlər irəli sürülürdü. Həm iqtisadi cəhətdən, həm də ekoloji problemlər haqqında. Çox sağ olun. Cəfərova Mələk Mahir qızı, Sahil qızı. Cəfərova Mələk Sahil qızı. Zahir. Zahir qızı. Bir də hazırsınız. Azərbaycanın şərkətliyinin Bakı şəhərində keçirilmişdir. 2024-cü ildə 11-20 illərdə keçirilmişdir. COP29-un əsas məqsədi iqlim dəyişiklikləri ilə mübarizədə qlobal əməkdaşlığını gücləndirmək, istixana qazlarının azaldılması və adaptasiya, ətraf mühit formalaşması. COP29-un nəticəsində gözləntisində isə bütün məsələlərlə razılaşaraq gələcək üçün böyük baza rolu oynayır. Buyurun, Ənala. Arxadan da xahiş edən çəkdirsiz. Bəs bəylərdən var. 2 nəfər gördüm. Oğlanlarımızdan danışmaq istəyən var. Çox gözüm.
kollecdən iştirak oldu mu? Könüllü kimi olmadı? Oldu. Buyurun. Buyurun bizim için çekilir. Biz her şey gösterilmeyecek. Birinci ad soyad atalı. Grup yoldaşları. Yazırıq. Tamam. Kapıcının Ya adınızı deyəcək, müraciət olaraq bilir. Samir Aman. Ha, çok güzel. Belə bir mötəbər tədbirin dünya dövlətlərinin keçirilməsinin məqsədi qlobal istiləşməyə qarşı planların aparılmasından ibarətdir. Biz bildiyimiz kimi ümumiyyətlə enerjinin alınmasında bəzi tullantı məhsullarının atılması, təbiətə atılması bu ki, atmosferə çox böyük zərərlər verdiyi üçün, yəni bunların daxil enerjinin keçirilməsi eyni zamanda təbiətdən alınan enerjilərdə istifadə məqsədi yaşayır. Bu məqsəddə bulan kimi Azərbaycanda keçirilməyin amma ən böyük cəhətlərindən, üstün cəhətlərindən biri bu idi ki, xarici dövlətlərin Azərbaycana cəlb olunması və bunların Azərbaycanda külək və günəş enerjisindən daha doğru istifadə olunması üçün şəraitlərin yaradılmasıdır. Və bir çox xarici şirkətlər hal-hazırda Azərbaycanda bu yönümlü yəni ki, investisiyaların yatırılmasında çox mazlıdır. Çünki Azərbaycan ictimai coğrafi mövqeyi baxımından biz bildiyimiz kimi həm güneş baxımından, həm də ki, küləyin daha intensiv şəraitdə olduğundan bu enerjilərin alınması bizim üçün çox böyük əhəmiyyətə malikdir. Eyni zamanda bir tərəfdə mədəni baxımdan, eyni zamanda Azərbaycanın tarixi ilə, yəni Azərbaycanın ümumiyyətlə dünya dövlətləri sırasında tanınması üçün çox böyük əhəmiyyətə malik olan tədbirlər kompleksidir. Və buna görə də ki, bu tədbirlərin kompleks keçirilməsi, Azərbaycanda daha sıx keçirilməsi və biz gənclər olaraq, yəni bir vətəndaş olaraq bu tədbirlərdə daha çox iştirak etməyimiz həm təbiətimizin bu olmasında, eyni zamanda atmosferə atılan çeşitli tullantıların demək olar ki, azaldılmasında çox böyük əhəmiyyətimiz var. Bu barədə bizim maarifləndirmə tədbirlərimizi həmişə davam etdiririk. Çox sağ olun. Hüseyin Ağa. Buyurun ana. Buyurun. Ad soyad atalı. Neyi? Abbaszadə Xumar Anarqızı. Biraz ortaya alaq sıqabağa, gəlin, işləysin. Xahiş edirəm, biraz sakit duraq ki, eşidə bilək. Sən biraz Noyabrın 11-də 20-sinə kimi keçirilmişdir. Buna Muxtar Babayev başçılıq edirdi. İlham Əliyev deməli bu tədbirdə iştirak edərək yaşıl həyat naminə kimi fikri ilə fikri vardı. Bu tədbir iqlim dəyişmələri baş vermişdir bu zamanlarda. Təbiət hadisələri çoxlu baş verir. O isə iqlimin dəyişməsi ilə bərabər bu iqlimin qarşısını almaq üçün COP29 təşkil olunur. COP29-un Azərbaycana təşkil olması xarici dövlətləri də çox razı salmışdır. Xarici dövlətlər buna çox razı qalmışdılar. COP28 birdən Birləşmiş Ərəb Əmirliklərində qeyd olunmuşdur və deməli rəy çoxluğu ilə 2024-cü ildə Azərbaycanda keçirilməsinə qərar verilmişdir. Azərbaycanda keçirilməsi nəticəsində karbon qazının miqyasının azaltması məqsədilə bu tədbir keçirilmişdir. Prezident İlham Əliyev bunun deməli bu tədbiri layiqlə keçirilməsi üçün qanunlar qəbul edilmişdir. Buyurun. Sonra kim danışacaq? 1, 2, sonra oğlanlardan, siz de görmüşsünüz hamda gibi. Oğlanlardan var. Arkadan bir oğlan elini kaldırın. Allah sizi alacak. Biraz ortaya tərəf gəlin. Gəlin. Yaxşıdır. Hər şey orada danışın. Buyurun. Ad soyad atadı. Xahiş edirəm sakit. Yəni, Hürmətli Məhəmməd
Binəliyev Elməddin Məhəmmədoğlu. Binəli bu. BMT təşkilatının yaratdığı COP29 konferansla bağlıdır. COP29 2024-cü il noyabrın 11-də baş vermişdi Azərbaycanda. Noyabrın 22-si də sona çatmışdır. COP29-un məqsədi Azərbaycanda məqsədi Azərbaycan tərzi sərvətlərini dünya üzərində tanıtmaq, gənclərə bu problemlərə qarşı yön göstərmək. Azərbaycanda bəzi məqsədlər də var idi ki, yaşıl enerji qorunması, COP29 dünya üzərində tullantılara qarşı zərərli vərdişlər azaldılması ilə bağlı müəyyən tədbirlər görülməlidir. Ekoloji emosiyalarda azaldılırdı. Məsələn, zərərli tullantılar təbiətə zərər vurur. Bu COP29 tərəfindən dünyaya tanıdıldı. Azərbaycan üçün də bəzi müsbət cəhətləri də turizm cəhətdən genişləndi. Azərbaycanın maliyyət cəhətdən yüksək oldu. COP29-un Azərbaycan təbii sərvətlərini dünyaya tanıtdı. Ümumiyyətlə bizim ölkəmizdə desək də, yəni işğaldan azad olmuş ərazilərimizdə də hansı ərazilərimizdə sizin yadınızda qalıb ki, ekoloji cəhətdən bizdə ağıllı kəndlər deyək də, ağıllı şəhər, ağıllı kənd. Bu Azərbaycanda harda olur? Yəni harda? Ağdamda da ağıllı şəhər konseptidir, Zəngilandır, ağıllı şəhər və kəndlərimizdən də ağıllı şəhər, ağıllı kənd qismində olub. Ağıllı kənd nə deməkdir? Onu deyə bilərik, ağıllı kənd nə deməkdir? Ağıllı kənd o deməkdir ki, orada biz havaya karbon qazı qəti şəkildə buraxmırıq və orada da karbon qazı buraxan heç bir şeyin inkişaf etməsinə, orada olmasına icazə verilmir. Buyurun, alaq sizi önə. Yoldaşınızı beşdə bilək. Kim qızı? Hüseynova Özləm, Yusif qızı. COP29 BMT iklim dəyişikliyi ilə bağlı 29-cu Bir dənə gözləyin zəhmət olmasa. Hazır. Hazır. Hazır, qarşı, buyurun. bəzi ölkələrin nümayəndələri burada iştirak edərək öz fikirlərini irəli sürmüşdür. Burada demişlər ki, iklim dəyişikliyi temperatur əsas 1,5 dərəcədən az olmasın. Sonra orada bəzi insanlar vardı ki, öz tənqid edirlər, yəni mənfi fikirlər bildirirlər. Maliyyənin əsasən burada az olmasını, ziddiyyət etməsini deyirdilər. Sonra da zəngin ölkələr var idi. Onlar əsasən zəngin ölkələr burada pul kömək etməlidir. Əsasən 3 milyard dollar maliyyə bunlar kömək etməlidirlər. Sonra Önə alaq. Gəl. Verin, mesela kameranın yeri değişik atarım. Heç bir problem yox. Belə qalxmağın iki cümlə deməyi, o özü bir olurdu. Sağ olun. Üç nəfər danışacaq. Yox, 3 nəfər də əlavə var, 6 nəfərlik.
Onları da mən seçəcəm. Nəyə riayət edək? COP29 2024-cü ildə keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransı dəyişikliyi üzrə aparılmışdır. 11-22 noyabr ərzində təşkil olunmuşdur. Bakıda Olimpiyada stadionunda təşkil edilmişdir. Deməli, Muxtar Babayev sədrlik edirdi. Deməli, Samir Nuriyev isə təşkilata başçılıq edirdi. Deməli, COP29 deməli Azərbaycanda keçirilməsinə qarşı prinsiplər vardır ki, burada Azərbaycanın deməli neft qaz sənayesində göstərdiyi irəliləyiş və həmçinin Azərbaycanda inkişaf etmiş korrupsiya ilə bağlı problemlər var idi ki, baş qaldırırdı. Ümumiyyətlə İlham Əliyev və Əliyevlər ailəsi deməli COP29 təşkilatı ilə əlaqədar deməli yaxından iştirak etmişdir. Deməli COP29-da mavi və yaşıl zona ayırd edilirdi. Mavi zona ümumiyyətlə COP29-un aparılmasında aparıcı hissə idi. Burada BMT, sonra dövlət başçıları, həmçinin təşkilatın rəhbərləri başçılıq edirdi, iştirak edirdi. Həmçinin fikirlər irəli sürərək qərarlar qəbul edilirdi. Yaşıl zona isə daha çox gənclər üçün təşkil edilmiş maarifləndirici zona. Həm əyləncə, həm maarifləndirici zona təşkil edilir. Buyurun. Daha sonra kim danışmaq istəyir? Əlin qaldırsın. Bir nəfəri gördüm. Sonuncu bir nəfər də kim istəyir? Ad, soyad, atadır. Sonuncu bir nəfər kim istəyir? Könüllü. Sonra məcburi 3 nəfər özüm seçəcəm. Hadiyeva. Gülnaz Əbülfət qızı. COP29 1995-ci ildə yaradılmışdı. Almanya Berlin şəhərində ilk dəfə COP1 seriyası yaradılmışdı. Daha sonra COP29 seriyası isə 2024-cü ildə 11-22 noyabr tarixlərində Bakıda keçirilmişdir. COP29-un Azərbaycanda keçirilməsinə məqsəd ondan ibarətdir ki, Azərbaycanın həm beynəlxalq miqyasda tanınır, həmçinin Azərbaycanın iqlim dəyişikliyi üzrə öndə olduğunu göstərir, həmçinin yaşıl keçidə töhfə verir. Yaşıl keçid dedikləri biz təbiətə zərər verməyən, günəşdən, küləkdən, sudan əldə olunan təbii mühit amillərini nəzərdə tuturuq. Bəs gənclərin COP29-da nə kimi rolu ola bilər? Gənclər həmçinin maarifləndirmə işində COP29-da iştirak edə bilər, könüllü proqramlarına qoşula bilər, həmçinin sosial mediada, yəni sosial mühitdə də bu töhfələri irəlidə bilər, gələcək nəsillərə ötürülə bilər. Məktəblərdə keçirilən maarif işlərində iştirak edə bilər, həmçinin tullantıların azaldılmasında və məktəblərdə də ən çox da ağacların əkilməsində bu kimi işlərdə gənclər, tələbələr, yaşlandırma işlərində də iştirak edirlər. Buyurun, Ana alın. Ümumiyyətlə biz necə ekologiyamızı qoruyuruq mu? Gəzəndə yediyimizi yerə atırıq, yoxsa zibil qabına atırıq? Ümumiyyətlə Lənkəranda vəziyyət necədir? Bunu yəni mənə kim deyə, ümumiyyətlə yediyimizi yerə mi atırıq, yoxsa zibil qabları var, ora atırıq. Bir də bu cərimə tətbiq olunur mu? Sonuncu şəxs könüllü olaraq, istər bu oğlanlardan olsun. Niyə oğlanlarımız belə pasivdir, onu başa düşmədim. Alaq sizi. Danışa bilərik. Dedilər siz danışmaq istəyirsiniz. Yaxşı. İstəmir heç kəs danışmaq. Onda mən deyim, kimi istəyirəm danışmasın. Novruzzadə Günay Ramin qızı. O bir anlar bizim əziyyətimizi çəkdi. Sərdən sizlərə qeydiyyat vərəqəmizi imzalatdı. Ondan da mənim maraqlı COP29 ilə bağlı fikirlərini desin, sonra biz onu da sertifikatla tərtib edək. İlk dəfə olaraq 1995-ci ilin Berlin şəhərində COP baş tutmuşdur. Ondan əlavə COP29 Bakıda 11-22 noyabr tarixlərində 2024-cü ildə Bakıda keçirilmişdir. Burada bizim milli neft sənayemizin SOCAR-ı keçmiş əməkdaşı Muxtar Babayev prezident olaraq seçilmişdir. Ekologiya nazirimiz. Buyurun, önə alaq sizi.
ağır yük Samuraydan istəmişik. Buyur Samuray, təşəkkür edirəm. Sağ ol. Bilirik ki, oradan çəkirsiniz, buradan 1-2-3 dəqiqədə açacaq. Ha, gözlüyüm zəhmət olmasın. Biz indi bilirik ki, 44 günlük vətən müharibəsi və biz zəfər ayındayıq. Zəfər həftəsidir. Az günlər qalıb ki, biz bayramımızı qeyd edəcəyik və sizin kollecdə də 44 günlük vətən müharibəsində iştirak edən bizim bir tələbəmiz var. Daha da var. Neçə tələbə var burada, mən maraqlıdır 44 günlük. Sizin ad soyadınızı alaq. Eşitmirəm. Bir də ayağa qalx. Ağayev, Tural, Gülağa, kim oğlu? Qubadoğlu, onu da yazın. Ağayev, Gülağa, Qubadoğlu. Çox gözəl. Siz də varsınız. Hə. Və sizin kollecdə hal-hazırda bizim zalda olan 2 tələbəmiz 44 günlük vətən müharibəsinin iştirakçılarıdır. Birinci bunları alqışlayaq. Hamımız onları çox güman ki tanıyırıq və antiterror. Heç bir problem. Yox, heç bir problem yox. Və hər birinizi burada həqiqətən biz sağlam şəkildə görməyimizdən həqiqətən fəxr keçiririk və sizlərə hər birimizi xahiş edirəm sakitliyə riayət edək. Bizim hər birimiz onlara təşəkkürümüzü bildiririk. Onların sayəsində bizlər rahat şəkildə gəzirik. Onların sayəsində biz qələbəmizin sevincini yaşayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların övladlarına can sağlığı versin. Analarına, atalarına səbir versin. Və qalan qazilərimizin hər birinə isə can sağlığı versin. Çünki onların sayəsində, onların getdiyi yollar sayəsində bizlər bu dəqiqə azad, firavan, öz konstitusiyamızı, öz suverenliyimizi bərpa etmiş ölkədə yaşayırıq. Başda cənab prezidentimiz olmaqla iştirak edən bütün hər bir kəsə öz təşəkkürümüzü bildiririk. Çünki biz bu vətən müharibəsində göstərdik ki, biz bir yumruq altında, biz bir yumruq ətrafında necə birləşə bilirik, biz necə güclü ölkəyi və öz gücümüzü yalnız Azərbaycan içi yox, Azərbaycan xaricində də göstərdik ki, hər zaman bizə deyirdilər ki, torpaqlarınız işğal olub, hansısa bir xarici ölkəyə gedərkən bizdə utanç hissi var idi. Biz heç birimiz inanmırdıq ki, biz 2020-ci ildə qələbə qazanacaq. Hər zaman denilirdi ki, vaxtı çatanda bu lazım nə oldu, elə gəlib çıxmadı, biz torpaqlarımızı alırıq. Biz siz gənclərin sayəsində, sizlərlə bərabər öz torpaqlarımızı işğaldan azad etdik, öz torpaqlarımızı geri aldıq və buna görə hər bir qəhrəmanlarımıza təşəkkürümüzü bildiririk və mən istərdim ki, bizim zalda 2 nəfər var və onları öz sertifikatımızla təmin edək. Zəhmət olmasa Əli Fəndini önə alaq. Zəhmət olmasa Gülağanı da önə alaq. Çəkən Aysel xanım var idi. Sərdən sizin sertifikatlarınızı yazır, sertifikatlarınızı öz qələmi ilə yazdığına görə təşəkkürlər. Çox sağ olun. Hər birinizə yekunlaşdıraq nə baxaq? Kamera saxlayaq. Yerini dəyişimiz biz verir. Orada öz vəzifə. Pauza. Bir daha xahiş edirəm. İştirak etdiniz və təşəkkürümü bildirirəm ki, sakitliklə, səbirlə dinlədik. Bugün bizim bura gəlməmizdə bizə bu günləri dəstəyi olan qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümüzü bildiririk ki, bu layihənin icra olunmasına, bu layihənin keçirilməsinə dəstək oldu və həmçinin də təşkilata öz təşəkkürümüzü bildiririk ki, Dünya Azərbaycanlıların Vətənpərvərlər İctimai Birliyidir. Təşkilat da hər zaman gənclər arasında, yeniyetmələr arasında vətənpərvərliyin təbliğində çox böyük tədbirlər keçirdir. Əsas məqsədimiz ondan ibarətdir ki,
ölkəmizin gəncləri sağlam olsun, ölkəmizin gəncləri savadlı olsun, bilikli olsun və özlərini ifadə etməyi bacarsınlar. Bugün burada sizlərin çıxış etməyi bəzən görürdüm ki, elə bir gənclərimiz var ki, onlarda həyəcan hissi var. Bu olan halda, yəni bunu biz hamımız normal şəkildə qəbul edirik. Çünki bizim ilk addımlarımızdır, ilk çıxışlarımızdır. Bu həyəcan hissi 100% olacaq. Biz bu ilki qırmalıyıq ki, danışmalıyıq, öz fikrimizi ifadə etməliyik ki, zamanla bu həyəcan bizdən çıxsın. Yox, utansaq, danışmasaq, elə utanıb getsək, biz bu həyəcan nitqimizdə qıra bilməyəcək və özümüzü ifadə etməkdə çətinlik çəkəcək. Ona görə sizlər hər birinizdən xahişimiz, istəyimiz budur ki, tədbirlərdə aktiv olun, çalışın, danışasınız. Bir cümlə desəz belə, bu sizin üçün bir uğurdur. Yəni, bəzən ola bilər ki, dostlarınız deyə bilər ki, bir cümlə dedi, həyəcanlandı, ikinci cümləni deyə bilmədi. Burada çətin bir, qəbayət bir fikir yoxdur. Əsas odur ki, o şəxs qalxdı, öz fikrini demək istədi, özünün fikrini çatdırmağa çalışdı. Bu böyük bir uğurdur. Biz bunu mütləq şəkildə etməliyik ki, bizim nitqimiz düzəlsin. Heç bir şəxs məndə birdən 100 cümləni dalbadal deməmişik. Biz də tələbə vaxtda danışan zaman həyəcan olub, utanmışıq. Bizlər də olub ki, həyəcandan heç nə deyə bilməmişik. Yavaş-yavaş zamanla öz nitqimizi inkişaf elətdirmişik. Ona görə mütləq şəkildə lazımdır. Bizim layihəmizin də missiyasında adında gördüyün kimi Gənclərin COP29 missiyası. Niyə gənclər? Çünki bu layihəmizdə əsas məqsəd ondan ibarətdir ki, gənclər COP29-dan nə qazandılar? Gənclərin yaddaşında COP29 necə qalıb? Çünki biz bildik ki, COP29-da sonsuz sayda könüllülərimiz var idi. Və könüllü olmaq üçün də can atan tələbələrimiz də var idi. Regionlardan, rayonlardan COP29-da könüllü kimi iştiraka gələn gənclərimiz var idi. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim gənclərimiz, bizim yeniyetmələrimiz inkişaf etmək istəyir, öyrənmək istəyir, daha çox dünyaya can atmaq istəyir və çox sevindirici haldır ki, son zamanlar təhsillə bağlı xaricə gedib təhsil almaq istəyən tələbələrimiz də, bu tələbələrin içində xanımların, qızların sayının artması da var. Bu da daha bir uğurdur bizim üçün. Bilirik ki, əvvəlki zamanlarda heç bir valideynlər qız övladlarını evdən çölə çıxmağa qoymurdular. Və nəinki xaricdə təhsil, amma şükürlər olsun ki, elə bir dövrə, elə bir zamana gəlmişdir ki, artıq valideynlər qız və oğlan övlad arasında ayrı seçkilik etmirlər. Qız uşağına verirlər təhsil, oğlan uşağına verdiyi kimi təhsil, qız övladına, oğlan övladına inandığı qədər inanırlar və bu bizim ölkəmizin, bizim dövlətimizin apardığı siyasətin uğurudur. Hər birinizə təşəkkürümü bildirirəm, çox sağ olun. Bugün bura bizim gəlməyimizdə, bizim layihəmizin icra edilməsində qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildiririk ki, onlar bizə maliyyə dəstəyi göstərdilər və bugün biz gəldik, sizləri sertifikatlarla təmin edə bildik və layihəmizin tədbirini keçirə bildik. Təşəkkürlər. Sonda xahişimiz budur ki, bir dənə xatirə şəkli sizlərlə sizləri də qeydiyyat verə